2025-ci ildə qlobal terrorizm indesinə görə Gürcüstan terrorizmdən azad olmaq üzrə Avropada birinci yerdədir və digər ilk 11 ölkə ilə bərabər reytinqə malikdir. Ölkəmiz yeni məlumatlarla reytinqini 6 pillə yaxşılaşdıraraq terrorun sıfır səviyyəsi ilə ən yaxşı, yaxud sonuncu 100 yerə yüksəlib. Gürcüstan terrordan azad olmaq baxımından bütün 7-liyin ölkələrindən, NATOdan və Aİ-dən 20-dən çox üzvündən irəlidədir. Məlumat İqtisadiyyat və Sülh İnstitutu, Beynəlxalq Qiymətləndirmə Təşkilatı və Beyin Mərkəzi dərc edir. Təşkilatın qiymətləndirməsinə görə Gürcüstanın 2012-ci ildə dünya reytinqində 41-ci yeri tuturdu. Eyni zamanda Avropa və eləcə də Qaradəniz ölkələri arasında isə ən pis mövqelərdən birində 7-ci yerdə qərarlaşdırılmışdı. Araşdırmaya görə 2012-ci ildən Gürcüstanın reytinqi 59-cu yerə yaxınlaşıb. Müxalifət nə etməyi planlaşdırır və onların fəaliyyət planı nədən ibarətdir? Ümumi Alternativ Siyasi Mərkəzinin yaradılıb-yaradılmayacağı hələlik məlum deyil. Siyasətçilərin dediyi kimi, məsələnin müzakirəsi uzanır. Müxalifət gələcək addımların zərurliyini və koordinasiyanın vacibliyini diqqət yetirir. İqtidar komanda hesab edir ki, müxalifət nümayəndələrinin hərəkətləri xaricdən diktə olunur və oponentlərin şansı sıfıra bərabərdir. Rusiya prezidenti atəşkəs ideyası ilə razıdır. Lakin razılaşmanın detalları onun üçün vacibdir. Putin deyib ki, Amerikalı həmkarları ilə danışıqlar aparılmalı olan nüanslar var və Trumpla telefon danışığı mümkün ola bilər. Bunu Vladimir Putin Aleksandr Lukashenko ilə görüşündən sonra keçirdiyi mətbuat konferansında deyib. O həmçinin onun dediyinə görə, Ukraynadakı vəziyyətin həllinə bu qədər vaxt ayırdığına görə adeyan ABŞ prezidenti Donald Trumpa təşəkkür edib. Amerika prezidenti Vladimir Putinin bəyanatını ümidverici adlandırsa da, o bəyanatının tam olmadığını bildirib. Donald Trump NATO'nun baş katibi Mark Rutte ilə görüşü zamanı bəyan edib ki, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Rusiya prezidenti ilə atəşkəs barədə danışmağa və onunla görüşməyə hazırdır. Putin əslində imtina hazırlayır. Vladimir Zelenski Vladimir Putinin atəşkəslə bağlı bəyanatına belə cavab verib. Ukrayna prezidentinin sözlərinə görə, Putin bunu tez-tez edir. Birbaşa yox demir, amma bunu elə edir ki, hər şeyi gecikdirir və normal qərarlar qəbul etmək mümkünsüz olur. Ukrayna prezidentinin sözlərinə görə bütün bunlar Rusiyanın növbəti manipulyasiyasıdır. Zelenski həmçinin qeyd edib ki, Amerika tərəfdə atəşkəs rejiminə nəzarəti və yoxlanıcı təşkil etməyə hazır olduğunu bildirib. Və Ukrayna prezidenti hesab edir ki, bunu əslində Amerika və Avropanın imkanları ilə təmin etmək olar. Ukrayna dondurulmuş münaqişəyə razı olmayacaq. Prezident administrasiyasının rəhbəri Andrey Yermak deyir. Məlumatlara görə Amerikalılar da mövqeyi bölüşürlər. Onlar qondarma Minskə və ya Budapeşt memorandumuna kimi bəzi razılaşmaların əleyhinədir. Ukrayna və Rusiya arasında ABŞ-ın iştirakı ilə aparılan danışıqlarda Avropanın rolundan danışan Andrey Yermak təəssüf ki, onların heç bir işə yaramadı dedi. Donald Trump administrasiyasının Rusiyanın neft, qaz və bank sektorlarına qarşı sanksiyalarını gücləndirir. CBS News 4 anonim mənbəyə istinadən xəbər verir. ABŞ Maliyyə Nazirliyi yanvar ayının Biden administrasiyası tərəfindən sanksiyalara məruz qalan Rusiya banklarına konkret əməliyyatlar həyata keçirməyə icazə verən 60 günlük güzəşti ləğv edib. Bu istisnanın ləğvi ilə banklara böyük enerji əməliyyatları aparmaq üçün ABŞ ödəniş sistemlərindən istifadə etməyə daha icazə verilmir. Sanksiyadan azad edilən banklar Sberbank, VTB Bank, Alfa Bank, Rosbank, Bent Zenit, Bank Sankt-Peterburg və Rusiya Mərkəzi Bankı idi. Rusiya ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kellogg'un Ukrayna yaxınlığında görən danışıqlarından kənarda qalmasını tələb edib. Anonim iki mənbəyə istinadən NBC News xəbər verir ki, Kit Kellogg Kremlin onun iştirakını istəmədiyini bildirdikdən sonra artıq yüksək səviyyəli danışıqlarda iştirak etmir. Anonimlik şərti ilə NBC News-a danışan yüksək rütbəli Rusiya rəsmisi Vladimir Putinin Kellogg'un Ukraynaya çox yaxın olduğunu inandığını deyib. Trump administrasiyasından olan ikinci anonim mənbə Rusiyanın Kellogg'un işə qarışmasını istəmədiyini təsdiqləyib. Kellogg'un ABŞ nümayəndələrinin Rusiya və Ukrayna nümayəndələri ilə görüşdüyü fevral və mart aylarında Saudi Ərəbistanına keçirilən danışıqlarda iştirak etmədiyini bildirir. Politika həmçinin bildirir ki, Trump'ın xüsusi nümayəndəsi danışıqlardan kənarlaşdırıla bilər. Baxmayaraq ki, yüksək səviyyəli administrasiya rəsmiləri bunu rəsmən
təksib ediblər. Donald Trump Avropanı yenidən tənqid edib və bildirir ki, Avropa İttifaqı çox iyrəncdir. Prezident bununla bağlı NATO'da baş katibi ilə görüşündə qeyd edib. Trump'ın sözlərinə görə Avropada ABŞ-ın avtomobil və kənd təsərrüfatı məhsulları satır, lakin bunu əksi baş vermir və bu bir tərəfli yol kimidir. Trump'ın sözlərinə görə Avropalılar da Amerika şirkətlərini məhkəməyə verir və milyardlarla dollar pul alırlar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmağa hazırdır. Xarici Siyasət İdarəsinin məlumatına görə Bakıya məlumat verilib ki, İrəvan müqaviləni layihəsinin həll olunmamış 2 maddəsi ilə bağlı Azərbaycanın təklifləri ilə razılaşır. Bəyanatda konkret olaraq hansı maddənin müzakirə olunduğu göstərilmir. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Azərbaycan tərəfinə saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatla çıxış etmək təklif edilib. Lakin Bakı bir tərəfli bəyanatda çıxış etməyə üstünlük verib. Bundan əlavə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqlar başa çatıb. Biz həmçinin Azərbaycan suverenliyini və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldıran Ermənistan konstitusiyasına dəyişikliklərin danışıqlar mətni imzalanması üçün ilkin şərt olması barədə Azərbaycanın çoxdankı və prinsipal mövqeyini təsdiqləyirik, bəyanatda deyilir. Və iki ölkə arasında normallaşma prosesi bağlı bu və digər məsələ üzrə iki tərəfli dialoqu davam etdirməyə hazır olduqlarını bildirirlər. Ermənistan və Azərbaycan arasında saziş davamlı sülhə yol açmalıdır. Fransa prezidenti deyir. İndi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Mən bu qərarı alqışlayıram. Macron sosial şəbəkədə yazıb. Şota Rustavel adına Teatr Universitetinin tələbələrinin statusuna xitam verilməyəcək. Universitet rektorunun qərarı ilə onlar yenidən tədris prosesinə qayıtmaq imkanı əldə edəcəklər. Bu arada Mədəniyyət Nazirinin müavini məlumat verib. Bekad Avitoliyanin sözlərinə görə, tələbələrə auditorlarla qayıtmaq imkanı verən nisbətən yüngül xəbərdarlıq formasından istifadə olunub. Xarici İşlər Nazirinin İsrailin Gürcüstandakı səfiri ilə görüşüb. Tərəflər arasında tarixi dostluq, regionda və dünyada mövcud təhlükəsizlik vəziyyəti müzakirə edilib. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən turizm, mədəniyyət, ticari iqtisadi əlaqələrin inkişafı sahəsində əlaqələr müzakirə olunub. Görüşün sonunda tərəflər həm iki tərəfli, həm də çox tərəfli formatda sıx əməkdaşlıq davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Dövlət dializ prosedurlarının həyata keçirildiyini klinikalar üçün maliyyə artırıb. Səhiyyə Nazirliyi bunun xəstələrə göstərilən xidmətlərin keyfiyyətini artıracağını iddia edir. Səhiyyə Naziri bu və digər məsələlərlə bağlı tibb müəssisələrinin və dializ, nefrologiya və böyrək transplantasiya birliyinin nümayəndələri ilə söhbət edib. İclasda dializ xidmətinin qiymət siyasəti, keyfiyyətə nəzarət, hemodializ proqramının gedişi müzakirə olunub.